Hamınıza salam dostlar. Bugün sizlərə bir yerdə ChatGPT-dən dəst alacağım və o dəstə vasitəsilə oyun udmağa çalışacağım. Yəni dəst almayacağım. Deyəcəm mən hər hansısa bir 8 kart deyə və o 8 kart istifadə edib oynamağa, udmağa çalışacağım oyunu. Böyük mücadilə oynayacaq. Yaxşı, indi gəlin ChatGPT-yə keçək. Hə dostlar, görürsünüz kimi ChatGPT dəstəyi verdi. Baxın, başqa bir şey deməmişəm. Bəli dostlar, dəstəmizi qoyduq. Dəstəmiz budur. Dəstənin problemləri odur ki, alan vuran kart sadəcə Baby Dragon var. O da göydən uçur. Ondan sonra 2 büyümüz var. 2 dənə böyük büyü var. Yəni Alev topu məncə lazımsız idi. Kahramanımız yoxdur. Evrimlər yaxşı evrimlərdir demək olar. Pekka evrimlərində buff gəlmişdi hələ. Pekkanın özünə gəlmişdi evrimlər, nəysə. Bunun da adı Haydut idi, indi yadıma düşdü. Yaxşı, gəlin başlayaq. Qarşımıza Adrian gəldi. Görək nə olacaq. Biraz hasar yiyəcəyik. Amma məcburuq da, yəni. Pekka oynayırıq artıq. Şey ataq, evrimi dönsün qoy. Qaşaq da prosta qəşəyi deyəsən gözləmirdi. Mən buna nə atım? Mən buna nə atım? Bizim üçün çox çətindir şeyi savunmaq, köstəbəyi. Amma evrimlərimiz artıq döndü. Böyük bir atak eləyə bilərik, amma adamda unutmayaq ki, şey var, zəhər var. Şey yakalandı. Vur. Qəşəng. İlk oyunumuzu tutduq. İyi oyundu. Axırda baskı eləyib yutduq. İndi gəlir sonraki bir dənə daha dəst istəyək ChatGPT-dən.
Bunları da alaq. Bəli dostlar, yenə bir dəstə verdi. Yəni bir yaxçının davamında dedim, bir dənə daha da div verdi. Mini pekka, silahşör, oxlar, yarasalar, goblin çetəsi, buz ruhu, top verdi. Yaxşı dəstədir, pis deyil. Prosta dəv yaxşı atak kartı deyil, amma yenə də olar. Gəlin indi oyuna keçək. Bəli dostlar, dəstəmiz budur. Evrimlərlə indi tamamladıqmı? Belə baxıram, evrimlərimiz belə olmalıdır elə. Yaxşı, gəlin dəstəmizi oynayaq. Yaxşı dəstədir, pis dəstə deyil. Gəlin. Görək nə olur. Qarşımıza Jam gəlir. 8 ilin oyuncusudur. No şans. Arxadan goblin çetəsi bölərək başlaya bilərik. Çünki bu goblin çetəsi bölmək elə bir şeydir ki, yəni hər iki tərəfə belə iksir şeyləyə bilər də. Arkadan silahşör atacağım. Çünkü başka atabileceğim kart yoktu. Hiç istemediğim bir şey oldu. Golün çetesi öldürün onu. Arada o kadar da fərq olmadı ama yine de. Orada silahşöre vurmağı bizi çok böyle iksir şeyine, necə deyim, iksir ziyanına apardı. Yaxşı silahşöre anka kuşu kəsəydik. Ama əminəm ki bu oyunu da bilərik. Düzdür, yenə büyük. İndi də büyük birimiz yok. Daha doğrusu yenə yok. Yine de silahşöre olsun, onu kəsəcək. Top atacağım, onsuz dəstəmizi tez döndürə bilərik məncə. Özelliği basmaları daha geç oldu, şimdi mini pekka rahat vururuz. Oklar atacağım. Yine silahşör döndü. Buz ruhu atar. Yaxdan da sakit oynayıram. O başım qarşı bu oyuna. Vuranmadı, istedim vursun. Rəqət çox təhlükəli gəlir. Maksimum bir dəfə vursun. Bir dəfə vurdu maksimum qəşəng. Dönəmlər böyüdüm. Ama topsuz da məncə savuna bilərik. İndi mənə baxın. Gözəl bir taktik eləmək lazımdır.
Eee canı qaldı və böyük ehtimal ki udacaq. Əlimdən gələni spamlayıram, amma yəni ama oldu. Yəni bu dəstədən alınmadı da. Neynəyək? Dəstə qalsa çox gözəl bir dəstə idi. Amma biz bacaramamadıq. Necə bacaramamadıq ha? Neysə, gəlin keçək sonraki dəstəyə. Bəli dostlar, gördüyümüz kimi yenə bir dəstə verdi. Yəni çox qəribə bir dəstədir. Karanlıq Prens yəqin ki Qara Prensi nəzər tutub. Bir də gördüyünüz kimi bir yaxşı dəstə budur. Yəni hər hansısa bir şey eləməmiş. Yaxşı, gəlin bu dəstəyi də oynayaq. Yəni dostlar, dəstəmiz gördüyünüz kimi belə oldu. İndi gəlin evrimləri qoyaq. Yəni cadı evrimi çox gözəl evrimdir. Kahraman, bir dənə kahramanımız var. Və bir dənə qəşəng evrimlərdən biri Tesla evrimi. Yaxşı, evrim və kahramanlarımız gözəldir. Əslində qalsa atak kartımızı Qara Prensə domuzunu əvəz etmək olar. Amma yəni çox işə yarayacağını düşünmürəm. Raket döndürərik, bir də Goblin fıtısı. Dəstədə büyü yoxdur, büyüsüz neynəyəcəyik bilmirəm. Bir də ki dəstəmiz 4.1-dir. Yəni gəlin görək. Əslində qalsa Goblin fıtısı evrimi ala bilərəm, amma yox qalsın. Gəlin görək nə olur. Yəni ümumi mən bildiyim qədərilə 3-cü dəstəmizdir bu. Və birini tutduq, birini uduzduq. Bu da 3-cü. Bura baxmaq. Neynədir? Oyunun başında elədiyimiz səhvi görürsünüz. Yəni bunun hamısı mən elədim. Bunun hamısı səvimlər. Yəni nə etməyə çalışdıq bilmirəm. Dostlar, ən yaxşı sonraki oyuna keçək. Bəli dostlar, gəlin bu dəstə ilə bir də oynayaq. Yəni bir yaxşı adam 3 saat çəkdim. Yəqin pis adam gəlib qabağımıza. Neysə. Gəlin bu dəstə ilə bir də oynayaq. 10 ilin oyuncusu gəldi. Başlayaq. Arxadan cadı qoyaq. Yaxşı da, golem oynayıram demə. Of. Üstəlik, bu golem dəstəsini bilməmək məndə olan golem dəstəsinə oxşayır. Yəni mən oynamıram o dəstəni, amma dəstəyi bilməm də. Görürsən hansı? Raket onu ata bilərəm, gözləsin. Qəşəngsən prens, halaldır sənə. Adam yəqin oynadığım dəstəyə görüb şoka düşüb. Yəni onun arxasına atmamağı yaxşı oldu. Solu təmiz salacağım. Yox, sağı daha doğrusu. Buna sağdan çox hasar yiyəcəm, belə çıxır. Yaxşı, dragon attı. Yəni dragonun bizə qarşı hiçbir şey eləyəməz. Hətta o dragonu yəni vuracaq bir şey yox. Oyalamaq da istəmirəm. Qoy dragon kimi də qalsın.
Cadı qoyaq. Son bir dəfə əlbəttə ki. Yeniləcək. Bunda savunmalıyam. Vaxtı oyala. Öl şey dragon. Yox, udma. Son saniye yutduq. İyi oyundu. Onun sudanmaz diye o öləcəkdi. Canım biraz qalacaqdı. Büyüsü də yox idi onun. Yaxşı dostlar. Onda bugünlük videomuz bu qədər olsun. Görüşərik. Sağ olun.